Salam mənim şagirdlər. Deməli 7-ci siniflə bağlı belə bir məsələ var. Daha doğrusu misal var. Çox gözəl misaldır. Bunu oxuyum. Nə deyir? 25-ci sualdır. Ədəd oxunda bu rasional ədədlərlə bağlı, yəni mövzunun içində olan bir sualdır. Oxuyarkən nə deyir? Ədəd oxunda A9 nöqtəsində B məsafədə olan nöqtələrin koordinatları fərqi 6 olarsa, bu nöqtələrin koordinatları hasilini tapın. Bu sualı necə tapırıq? Deməli, ilk öncə A9 nöqtəsi var, elə düzdür. Deyir ki, B məsafədədir. B məsafədə üstə gəlirsən bir dəfə. B məsafədə bir dəfə nə varsan, çıxırsan, düzdür. Deyir ki, B məsafədə olan koordinatların fərqi 6-dır. Yəni, nə deməkdir? Gəlin, bu məsafədə olan hissəni x1, bu məsafədə olan x2 adlandıraq. x1 bərabərdir. Deməli, x1 məsafəsinin adı necə olacaq? x1 məsafəsini tapmaq üçün birdən bizə A9-dan x9 yazıram, çıxıram B-ni. Burada isə x2 məsafəsini tapmaq üçün isə burada 9-dan üzərinə gəlirəm B məsafəsini. Və deyir ki, x1 və x2 arasındakı fərq də 6-ya bərabərdir. Deməli, 6-ya bərabər olmaq üçün, yəni 9 üstə gəlinsin B çıxılsın, 9 çıxılsın B isə fərqi 6-ya bərabərdir. Mötərizədən 6-cı sinifə keçdiyiniz kimi açıb vurma üsulundan istifadə edəcəksiniz. 9 üstə gəlinsin B çıxılsın 9, bunun da çıxmayla çıxma olacaq, üstə gəlmək olacaq B bərabərdir 6. 9 çıxılsın 9, üstə gəlinsin B, üstə gəlinsin B, bərabərdir 6. 9-un 9 çıxanda qalacaq 0, yəni bununla gələcək. B ilə B-ni toplayanda 2B alınır. 2B də olur 6. 6-nı da bölürəm 2-yə, B ilə bərabərdir 3-ə. Deməli, B-nin qiyməti görür ki, standart olaraq, yəni normal olaraq 3-ə bərabər olur. Mən baxıram, burada üfüqlərimə, işıqlarıma baxıram ki, x1 ilə vermişdim. 9-dan 3 çıxıram, qalır 6. 9 üstə 3 gəlirəm, eləyir 12. Deməli, burada x1 olacaq 6. x2 buradan da olacaq, beləyim. Buradan da x2 də olacaq necə? 12. Deyir ki, bu koordinat nöqtələrinin hasillərini tapın. Yəni, 6 və 12 ədədlərinin sonunda bizə hasillərini soruşur. Buradan da 6-nı 12-yə vuranda 72. 72 də olacaq gördüyünüz kimi A variantında. Baxın, budur. Deməli, burada izlədiyim sual buradan 5-7 kitabı idi, güvən kitabıdır. Sağ olun, görüşəndək. Əgər bu video sizə faydalı oldusa, tanıdığınız insanlarla paylaşmağı unutmayın və onlarla da paylaşın ki, onlar da bu cür sual nümunələrinin həllini görə bilsinlər. Sağ olun, görüşəndək.